Camıza qonaq dəvət etmişik. Siyasi şərhçi Rəşad Bayramov bizimlədir. Xoş gəlmisiniz Rəşad bəy. Xoş gördük. Başlayaq 15 bəndlik bir plandan, təklifdən Birləşmiş Ştatların. Biz müəyyən bir hissələrinə toxunduq, hansı ki, nüvə ilə bağlı olan məqamlardan söhbət gedir. İstehsal olunan nüvənin başqa bir ölkəyə də verilməsi, ona nəzarətin, beynəlxalq nəzarətin olması və o müəssisələrin dağıdılması və s. Davam edək digər istiqamətlərdən, proksi qüvvələrlə bağlı məqamda. Son xəbər ondan ibarət idi ki, İran israr edir ki, bu danışıqlarda Livanda olsun, yəni onlardan da bir nümayəndə iştirak eləsin və tələblərindən də biri o idi ki, İran tərəfinin ki, Hizbullaha qarşı hücumlar da konkret şəkildə aradan qaldırılsın deyə. Amma indi Birləşmiş Ştatların tələbi də odur ki, proksi qüvvələrə qarşı da bir maddə bura əlavə olunsun deyə, yəni dəstəyə son qoyulsun deyə. Qarşılıqlı olaraq bir tələb var. Ancaq siz istəyirəm təhlil edəsiniz. Həftə sonu Pakistanda gözlənilən o görüşdə bu tələb üzərində hansı tərəf geri addım atacağını düşünürsünüz? Prinsip etibarilə Amerika Birləşmiş Ştatlarının 15 maddəlik planında müharibə başlamadan öncə danışıqlar masasında olan tələblərdən fərqli bir şey yoxdur. Yəni, onda da uranın zənginləşdirilməsinin dayandırılması, belə deyək, ballistik raket sisteminin məhdudlaşdırılması, proksi qüvvələrə dəstəyin dayandırılması və s. kimi məsələlər ortada idi və nəticə etibarilə danışıqlarda baş tutmadı. Yəni, indi bu hərbi əməliyyatlardan sonra Amerika Birləşmiş Ştatlarının həmin tələblərin İran tərəfindən qəbul olunmasını düşünürsə, bu yanlış əslində bir şeydir. Çünki prinsip etibarilə o zaman İran müharibəyə niyə başladığını və yaxud da bu qədər müddətdə niyə əgər eyni belə deyək, tələblərlə razılaşacaqdınsa, onda niyə etiraz edirdi və bu qədər qurban verirdi kimi məsələlər ortaya çıxacaq. O baxımdan təbii ki, gözlənilən əslində ondan ibarət idi ki, daha yumuşaq bir belə deyək, tələblər ortaya qoyulsun. O cümlədən də İran tərəfinin tələbləri nisbətən yumuşaldılmış olsun. Yəni, bir tərəfin istədiklərinin tam %100 əleyhinə digər tərəfin də mövqe ortaya qoyması nəticə etibarilə danışıqları və əldə olunacaq razılaşmanı mümkünsüz eləyir. Yəni, bu günləri İran tərəfi proksi qüvvələrə özünün belə deyək, mövcudluğunun və təhlükəsizliyinin bir hissəsi kimi baxır. Bu, onun hərbi təhlükəsizliyinin belə deyək, bir konkret olaraq hissələridir. Yəni, bu günləri öz sərhədlərindən uzaqda Yəmən istiqamətində, Livan istiqamətində, İraq istiqamətində, İsraillə düz sərhəddə, Qəzzada və s. bu proksi qüvvələri yaradanda belə İran prinsipi etibarilə təhlükəni öz sərhədlərindən uzaqda saxlamaq, İsrail tərəfindən gələ biləcək hər hansı belə deyək, hücuma onların cavab verməsi və uzun müddət ərzində bir hazırlıq dövrünü əldə etmək üçün formalaşdırılmışdı və elə də oldu. Yəni, hər kəsə artıq məlumdur ki, əgər Həmasla İsrail arasında o müharibə olmasaydı, İranla bağlı qərarlar daha əvvəl qəbul olunacaqdı və İsrail də bu hərbi əməliyyatları daha öncədən həyata keçirmək istəyəcəkdi. Yəni, bunlar məlum olduğu üçün faktiki olaraq orada yeni bir müharibə qızışdırıldı və nəticə etibarilə həmin dövrdən istifadə edən İran da özünü belə deyək, müdafiə üçün bir hazırlıq imkanı əldə etdi. Düzdür, onsuz da İran yanaşından bu yana bu və ya digər şəkildə hazırlıqlı idi, amma maksimum hazırlığı təmin etmək üçün, əldə olan potensialı inkişaf etdirmək üçün Çin və Rusiya kimi müttəfiqlərdən yeni texnologiyaların alınması və s. təmin etmək üçün faktiki olaraq o vaxtı utdu və kifayət qədər də indi 4 həftəlik müharibənin gedişi də göstərir ki, kifayət qədər də yaxşı prinsip etibarilə hazırlaşıb. Yəni, dünyanın super gücü olan bir ölkə 10 mindən artıq hədəf vurmuşuq deyilsə və müharibə də hələ də davam edirsə, deməli ki, İran da boş dayanmayıb. 8 ayın içində, səhv etmirəmsə, 1000-dən çox raket istehsal edib, bərpa edib. Yəni, baxın, dron istehsalı da maksimuma qalxıb, raket istehsalı da maksimuma qalxıb və bundan əlavə Çindən alınan o çiplər vasitəsilə həmin raketlərin uçuş məsafəsinin artırılmasına nail olunub və s. Yəni, bütün o, belə deyək, Amerika Birləşmiş Ştatları və İsraildən gələ biləcək hücumlara maksimum şəkildə nə qədər bacarıbsa, imkanlar daxilində hazırlaşıbdır. O baxımdan bu günləri bu şəkildə masaya nəyinsə yatırılması faktiki olaraq prosesdə əldə oluna biləcək nəticələri mümkünsüz eləyir. İkinci bir, ən vacib burada başqa bir şey var, o da tərəflərin bir-birinə olan etimadsızlığı. Xüsusən də İran tərəfinin Amerika Birləşmiş Ştatlarına olan etimadsızlığı. Çünki
İki dəfə danışıqlar prosesinin ortasında faktiki olaraq həm 12 günlük müharibədə, həm də sonrakı dövrdə danışıqlar masasının ortasında hərbi əməliyyatlar başlayıb və İrana zərbələr endirilib və prinsip etibarilə indi ərəqçinin biz öhdəlik istəyirik konkret olaraq ki, bir daha hücum olmayacaq deməsi kifayət qədər məntiqlidir. Yəni başa düşüləndir. Bu öhdəliyi bəs verəcəkmi Birləşmiş Ştatlar? Ya da ki, İran bu öhdəliyi başqa hansı ölkələrdən gözləyir? Baxın, İran təbii ki, bunu Qərb koalisiyasından gözləyir. Prinsip etibarilə böyük ölçüdə İsraildən də gözləyir, Amerika Birləşmiş Ştatlarından da gözləyir, olan müttəfiqlərindən də gözləyir, o cümlədən Kərfəz ölkələrindən də gözləyir və s. Amma məsələ burasındadır ki, bu günləri Amerika Birləşmiş Ştatlarının indi öhdəlik götürməsi nəyi dəyişəcək ki? Yəni 3 aydan sonra öhdəliyi icra eləməyib, hərbi əməliyyatlara təzədən başlasa nə olacaq? Yəni İran əslində sualımı ola bilsin ki, səhv qurdum Rəşad bəy, region ölkələrinə ya da ona müttəfiq olacaq ölkələrlə bir ittifaq yaratmağı planlayırdı, deyilirdi. ABŞ yəni bunları pozacağı halda bəli, müdaxilə olunsa, ilkin ağla Pakistan gəlir ya da ki, Körfəz ölkələrindən başqa kimlər dəstək olmalı ola bilər? O sənədin imzalanmasında beynəlxalq zəmanətçi olaraq Çini də istəyə bilər, İran orada olmasını, Rusiyanın da istəyə bilər orada olmasını. Yəni Rusiya ilə Ukrayna arasında hələ Minsk razılaşması vaxtı necə Böyük Britaniya, necə Fransa, necə Amerika Birləşmiş Ştatları öhdəlik götürmüşdüsə, indi də İran da öz müttəfiqlərinin bu və edəcək şəkildə həmin o öhdəlikdə iştirakını, yəni belə deyək, təhlükəsizlik zəmanətçisi qismində iştirakı ilə bağlı tələblər ortaya qoya bilər. Hə, İran bunu eləyəcəkmi? İndiki mərhələdə inanmıram eləsin. İran özünü o qədər böyük aparır ki, yəni mən dünyanın bir nömrəli belə deyək, gücünə qarşı dayanmışam və tək dayanmışam. Mənim nə Rusiyaya, nə Çinə, nə başqasına və s. də ehtiyacım yoxdur. Yəni bu baxımdan biz bu şərtlər daxilində danışıqların nəticəli olacağını düşünmək faktiki olaraq az ehtimal olunan bir şeydir. Çünki baxın, bir tərəfdə bir koalisiya var, ABŞ və İsrail koalisiyası. Digər tərəfdə də vahid olmayan bir idarəetmə strukturu var. Yəni siyasi institutlar var və Sepah var. Amerika Birləşmiş Ştatları özünün maraqları baxımından, Amerikada seçkili olması baxımından, Amerika dünyada qiymət artımı və ona olan təzyiqlər baxımından və s. baxımından müharibənin dayandırılmasını istəyir. Və bunu Trump, belə deyək, artıq bir həftədən 10 gündən sonra da istəyirdi artıq. Yəni müharibənin dayandırılması. Biz bir həftədən sonra Trumpın bir bəyanatı var idi. İndi Amerika Birləşmiş Ştatları deyir ki, 10 min hədəf vurmuşuq. Onda deyirdi ki, 3 min hədəf vurmuşuq və artıq vurulacaq hədəf qalmayıb. Yəni vurulacaq hədəf qalmamışdısa, indi vurduğun 10 min hədəf hardan ortaya çıxdı? Yəni, prinsip etibarilə Trumpın bəyanatları müharibənin dayandırılmasına hesablanmış bəyanatları idi. O, bu və ya digər şəkildə Amerika Birləşmiş Ştatlarının müharibədən qalib çıxdığını elan eləməli idi. Az öncə Wall Street Journal'ın da bir iddiasını da elə səsləndirdim. Deyir ki, mənim diqqətimi yayındırır. Onların iddiasıdır. Donald Trump. Ona görə mən müharibəni bitirməliyəm, yekunlaşdırmalıyam. Doğrudan da Amerika Birləşmiş Ştatları düşünürdü ki, bir həftə, maksimum 2 həftə müddətində İran çox böyük çöküş yaşayacaq, İranda daxili etirazlar başlayacaq, əlavə qruplar İrana daxil olacaq, radikal küt qruplaşmaları daxil olacaq. Digər tərəfdən İranın Körfəz ölkələrini zərbə altına qoyması nəticəsində Körfəz ölkələri İrana qarşı müharibəyə başlayacaqlar və bu da kənara çəkilib, kənardan bütün bu prosesi, belə deyək, seyr eləyəcək. Onu düşünürdü. Alınmadı, baş tutmadı. Ona görə də bu və ya digər şəkildə özünü qalib elan eləyib prosesdən çəkilməyə ehtiyac var ki, Amerika Birləşmiş Ştatları bunu etmək istəyir. İsrail imkan verirmi? İsrail imkan vermir. İsrail bu günləri danışıq apara biləcək istənilən adamı hədəfə qoyur. İstənilən adama qarşı hərbi əməliyyatlar keçidir. Yəni bu günləri Sepahın qarşısında dayana bilib, prosesi nəzarətdə saxlaya biləcək güc Larijani idi ki, danışıqlar məsələsi ortaya çıxandan qısa bir vaxt sonra Larijani, belə deyək, öldürüldü. İndir ara verib qara siyahısına. Söhbət Netanyahu'nun o siyahısından gedir ki, orada Arakçı da var, Qalibov da var idi. Onların adlarını çıxarıb, amma 4-5 günlük müddətinə. Digər tərəfə baxaq indi, İrana baxaq. İranda siyasi institutlar bu və ya digər şəkildə, mütləq şəkildə müharibənin dayandırılmasını istəyirlər. Çünki sabahları bütün məsuliyyət bunların üzərindədir. Bu infrastruktur var, ölən insanlar var, iqtisadiyyat dağılıbdır və İranın özünə gəlməyi üçün çox uzun illər vaxt lazımdır. Amma burada da müharibənin dayandırılmasını istəməyən Sepah var. Yəni, nəticə etibarilə bu günləri... Fikirlər əslində üst-üstə düşür belə baxanda Sepahla İsrailin. Bu günləri müharibə artıq Vaşinqtonla rəsmi Tehran arasında yox,
Sepahla İsrail arasında aparılır və prinsip etibarilə bu tərəflərdən heç biri də bu və ya digər şəkildə danışıqlarda nəyəsə nail olunmasını istəmirlər. Onda belə çıxır ki, həftə sonundakı görüşdən siz heç bir nəticə gözləmirsiniz. Açığı deyim ki, mən hər hansı bir nəticə gözləmirəm və yaxud da belə deyək, böyük ölçüdə müsbət nəsə bir irəliləyiş Hörmüzlə bağlı bir razılaşma ola bilərmi? Çünki quru qoşunları variantını az öncə də səsləndirdim. Nəzərdən keçirir. Bununla bağlı da bir müəyyən informasiyalar ötürür sanki Donald Trump ki, sanki çəkinsinlərmi, qorxsunlarmı Xarq adasına və s. Mümkündürmü bu geri çəkilmə məsələsi? Yəni Xarq adasının prinsipi etibarilə biz bilirik də Hörmüz boğazına dəxli yoxdur. Xarq adası İranın özünün ayaqda qalması üçün bütün infrastrukturun, enerji infrastrukturu və s.'nin elektrik enerjisi təminatının hər şeyin oradan keçdiyi. Yəni dolayı ona məcbur eləmək bir məsələsidir. Adadır. Oranı nəzarətə götürüb İranı belə deyək, uzun müddətli bir xaosa, qaranlığa qərq etmək məsələsi ola bilər. Amma bu nə dərəcədə effektlidir? Yəni effektli bir şey deyilsən, oranı tutub mənə təzyiq göstərəsənsə, o sənin əlində olmaqdansa Mavadanı dağıdar. Bu arada İranın ikinci bir variant da var. Yəməndə, Bab-el-Məndəb boğazını da deyir, düşünür ki, oranı da bağlayaq. Yəni cəbhəni genişləndirməyə çalışır sanki. Təbii ki, əgər sən maksimum şəkildə bu ölkəyə qarşı bu belə deyək təzyiqi davam etdirəsənsə və bu ölkənin artıq itirəcəyi bir şey yoxdursa, müharibə başlayan ilk günlərdə Hakan Fidanın dediyi kimi, bunlar artıq biz məhv oluruqsa bütün region məhv olsun kimi məntiqlə yaşayırlarsa, söhbət İrandan gedir. O baxımdan bunlar düşmən elan elədikləri, böyük şeytan elan elədikləri Amerika Birləşmiş Ştatlarının əlində olan Xərq adasına qarşı özləri bu və ya digər şəkildə əməliyyat keçirə bilərlər. O ki, qaldı Hörmüzü nəzarətdə saxlamaq üçün adaların nəzarətə götürülməsi. Söhbət təbii ki, Böyük Tump, Kiçik Tump, Əbu Musa adasından gedir böyük ölçüdə. Bu adaların belə deyək, ancaq bombalanması ilə və s. ilə Hörmüzü nəzarətdə saxlamaq mümkün deyil. Sən Hörmüzü nəzarətdə saxlamaq istəyirsənsə, həmin adalar üzərində fiziki nəzarəti təmin etməlisən. Fiziki nəzarəti təmin etmək üçün quru əməliyyatları keçirməlisən. Quru əməliyyatlarını keçidəndən sonra da oradakı hərbiçilərin təhlükəsizliyini təminatı haqqında düşünməlisən. Bu günləri orada olan hərbiçilərin təhlükəsizliyini təmin etmə imkanları varmı? Yox. Adalar İrana kifayət qədər yaxın məsafədədir. Əgər Diego Garcia kimi 4000 kilometr məsafədə olan yer vurulursa, həmin adaların vurulmasında da hər hansı bir problem yoxdur. Üstəgəl, Amerika Birləşmiş Ştatlarının ora nə qədər hərbiçi gətirməsindən asılı olmayaraq, İranın ora daha çox quru qoşunları çıxartma ehtimalı da var. O baxımdan düşünürəm ki, danışıqlarda Hürmüz boğazı İranın əlində ən vacib kart olaraq istifadə olunur. Məsələn, sanksiyalarla bağlı güzəştə getsə razılaşa bilərmi? Bunu elə buna gətirirəm. Yəni, Hürmüzün əvvəlki qaydada açılmasını təmin etmək üçün İran tərəfinin belə deyək, sanksiyaların tamamilə götürülməsi istiqamətində tələbi ortada ola bilər. Buna Amerika Birləşmiş Ştatları nə dərəcədə hazırdır və gedəcəkmi belə bir şeyə? Yəni sanki meyillidir Donald Trump. Son bir ifadə işlətmişdi ki, müvəqqəti sanksiyaları götürək İranla bağlı. Yəni müvəqqəti sanksiyalar da bu günləri İran tərəfindən qəbul olunmur. Məsələn, İran deyir ki, daimi bir öhdəlikli bir sənəd imzalanacaq. Bundan sonra Amerika Birləşmiş Ştatları və yaxud da İsrail bizim işimizə qarışmayacaq. Biz özümüz bilərik uranı hansı məqsədlərlə, nə həcmdə, söhbət təbii ki, olar deyil, dinc məqsədlər üçün necə zənginləşdirəcəyik. Bizim raket sistemimizin məhdudlaşdırılması istiqamətində addımlar atılmamalıdır və s. və ilaxır. Yəni, bütün bunlar onu göstərir ki, bu günləri əslində prinsip etibarilə hər iki tərəfin özünü qalib elan edib, prosesdən çəkilmə imkanları da var. Amma yenə deyirəm, bu Amerika Birləşmiş Ştatları və rəsmi Tehranı. Bu günləri Tehran Sepahı cilovlamayınca, bu günlər Amerika Birləşmiş Ştatları İsraili cilovlamayınca, danışıqlarda hər hansı bir müsbət nəticə olsa belə, prosesi daxildə pozmaq istəyən qüvvələrin qaldıqca hər hansı bir müsbət irəliləyiş əldə etmək mümkün olmayacaq. Onda belə bir sual da çıxır. Birləşmiş Ştatlar İsrailə nəyi təklif etsə, ya da ki, Tehran da Sepaha nəyi təklif versə, daha doğrusu qarşılıqlı olaraq, onlar geri çəkilməyə razılıq verərlər. Prinsip etibarilə bu günləri Avropa İttifaqının ayrı-ayrı ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları Sepaha terror təşkilatı kimi tanıyır. Və ilk növbədə təbii ki, o terror təşkilatı damğasının üzərindən götürülməsi lazımdır. Yəni, terror təşkilatı elan elədiyin bir, belə deyək, struktur bundan sonra daimi legitim hədəfdə olacaq.
yəni bu terror təşkilatıdırsa, daimi olaraq legitim hədəfdə olacaq. O baxımdan təbii ki, Sepahın ilk növbədə bu damğanı üzərindən götürməsi tələbi masada ola bilər. Bu mütləq şəkildə olacaq. Və ikincisi, bu günlər Sepah üçün ən vacib olan rejim dəyişikliyi ilə bağlı hər hansı bir iddianın bundan sonra ortaya qoyulmaması, rejimin mövcudluğunu saxlaması. Çünki faktiki olaraq Sepahın bugün ayaqda qalması, İranda hər şeyə nəzarət etməsinin arxasında həmin o rejim faktoru dayanır. O baxımdan düşünürəm ki, bu iki məsələdə Sepaha qarantiyalar verilmiş olsa, iqtisadiyyatda əldə etdiyi monopoliyanın yenə də saxlanılması və s. məsələləri də daxil olmaqla Sepah prinsip etibarilə belə deyək, sakit dayana bilər. Amma İsrailin bu günləri iddiaları o qədər böyükdür ki, indidən bufer zona yaradıram deyir, amma faktiki olaraq işğal edir Livan ərazisini. Fələstin istiqamətində bufer zona yaradıram deyib, Qəzza istiqamətində nə qədər irəliləyib, Suriyada bufer zona yaradıram deyib, nə qədər Suriya istiqamətində irəliləyib. Yəni, bütün bunların fonunda bu günləri, belə deyək, İranın artıq o işğal etdiyi ərazilərdən də geri çəkilsin kimi tələbi ortaya qoyulacaqsa, təbii ki, İsrail də bununla razılaşmıyor. Ola bilsin, bəlkə proksilərlə bağlı nəsə təklif olsa, İsrail bəlkə biraz sakit olar. Düşünmürəm ki, İran proksilərdən imtina haqqında qərar versin. Təşəkkür edirəm Rəşad bəy. Minnətdaram. Sizlə həm söhbət olmaq xoş idi. Siyasi şərhçi Rəşad Bayramov idi.